City of stars, are you shining just for me? Rejissor Damien Chazelle'in La La Land filmi Los Angeles şəhəri və oraya aktyor arzusu ilə gələn insanlardan bəhs edir. Çoxları musiqili filmdəki hadisələrin şişirdildiyini fikirləşsə də, film olduqca populyardır. Lakin Chazelle'in bu filmində süjet xətti, kinematografiya elementləri və emosional musiqi onu daha da cəlb edici edib. La La Land ən yaxşı film kateqoriyası üzrə filmin baş qəhrəmanları rollarında çəkilmiş aktyor Ryan Gosling və aktrisa Emma Stone ən yaxşı aktyor və aktrisa kateqoriyalarında Oscara nominasiya edilib. What are you gonna do? I have my own club. Is that gonna happen every time? I think so. Come on, son, try not to remember. Rejissor Barry Jenkins'in Moonlight, Ay İşığı filmi Oscar mükafatına 8 kateqoriya üzrə nominasiya edilib. Bu, çox çətin şəraitdə böyüyən və cinsi mənsubiyyətini anlamağa çalışan bir oğlanın həyatından bəhs edən dramadır. Narkotik maddələr alverçisi və məhəlləni narkotiklərlə təmin edən oğlana ata kimi yanaşan şəxsin rolunda aktyor Mahershala Ali çəkilib. O, ən yaxşı kişi tərəf müqabil kateqoriyasında Oscara nominasiya edilib. Filmdə oğlanın narkotiklərə aludə olan anası rolunu ifa edən aktrisa Naomi Harris isə ən yaxşı qadın tərəf müqabil kateqoriyasında nominasiya edilib. Moonlight filmi ilə yanaşı 8 kateqoriya üzrə nominasiya edilən daha bir film Denis Villeneuve'in Arrival, Gəliş dramasıdır. Dilçilik üzrə professor Louis Banks'dan başqa planetdən gələnlərlə yer kürəsindəki insanlar arasında ünsiyyət üçün bir dil yaratması tələb olunur. Manchester by the Sea, dəniz sahilində Manchester filmi ən yaxşı film kimi Oscara 6 kateqoriya üzrə nominasiya edilib. Two girlfriends and I'm in a band. You're a janitor in Quincy. What the hell do you care where you live? Rejissor Kenneth Lonergan'ın bu filmi orijinal ssenari üzrə çəkilib. Qardaşının vəfatından sonra qardaşı oğlunun qəyyumluğunu öz üzərinə götürən Bostonlu Lee Chandler'in rolunda aktyor Casey Affleck çəkilib. Aktyorların hər ikisi, həm Casey Affleck, həm də Michelle Williams Oscara nominasiya edilib. Biri ən yaxşı aktyor, o biri isə ən yaxşı qadın tərəf müqabil kateqoriyasında. Belə görünür ki, Casey Affleck Çəpərlər filmində oynayan Denzel Washingtonla rəqabət aparmalı olacaq. Bədii, sosial və siyasi əqidəsindən asılı olaraq seçicilər Oscar mükafatını onlardan birinə verəcək. Bu il də Oscar mərasiminin həmişə olduğu kimi ağ Oscar olub-olmayacağı bəlli deyil. Bu ilki Oscara bir neçə qaradərili aktyorun çəkildiyi film və aktyor nominasiya edilib. Bunlardan biri Çəpərlər filmində çəkilmiş Viola Davis və gizli fiqurlarda oynayan Octavia Spencer'dir. Ən yaxşı aktrisa kateqoriyasında Oscara Mildred Loving rolunu ifa etmiş aktrisa Ruth Negga, Jackie filmində Jackie Kennedy'nin rolunda çəkilmiş aktrisa Natalie Portman, La La Land'də çəkilmiş aktrisa Emma Stone, Florence Foster Jenkins filmində çəkilmiş Meryl Streep nominasiya edilib. Well, I don't see why. That seemed perfect.